Uşaqlar, deməli bu gün canlıların mühitə uyğunlaşması mövzusunun izahına baxacağıq. Ümumiyyətlə bu bölmədə mövzular çoxdur, ona görə yarı-yarı eləyəcəm. Deməli birinci nəyə baxırıq? Baxırıq ki, uyğunlaşma ümumiyyətlə nədir, nə üçün lazımdır? Uyğunlaşma canlının müəyyən bir mühitdə yırtıcılardan qorunması üçün və yaxud da ki, əlverişsiz şəraitdən qorunması üçün lazımdır. Yəni özü canlını belə deyək də, canlının yaşaması üçün, sağ qalması üçün müəyyən uyğunlaşmalara malikdirlər. Ümumiyyətlə, gəlin baxaq görə birinci uyğunlaşmada biz burada yaşayış mühitidir, uyğunlaşmadır, abiotik və biotik amillərin birinci izahına baxaq ki, ayrı-ayrılıqda nə mənə verir. Yaşayış məskəni nədir uşaqlar? Yaşayış məskəni, yəni ki, canlıların yaşadığı mühit. Hansı ki, burada fərqli canlılar müxtəlif mühitlərdə yaşayırlar. Hər bir canlının özünün bir yaşayış mühiti olur. Bitki və yaxud da heyvanların yaşadığı mühit, habitat və yaxud da ki, yaşayış məskəni adlanır. Bax, sizin üçün yazılıb burada habitat və yaxud da yaşayış məskəni. Yəni, bunlar bitki və heyvanların və yaxud da heyvanların yaşadığı mühitdir. Yəni, sizdən soruşanda ki, yaşayış mühiti nədir? Deyirsiniz, habitat və yaxud da yaşayış məskəni. Bitki və heyvanlar qida, su, sığınacaq və yaşamaq üçün yer ehtiyacları yaşayış məskəni hesabını əldə edirlər. Məsələn, çay ola bilər. Məsələn, balıqlar çayda yaşayır, çəmənlikdə ola bilər, meşələr ola bilər. Hər biri müəyyən bir canlıların yaşayış məskənidir. Meşə, çəmənlik, səhra, çay, göl, okean, yəni hər bir yaşayış məskənidir və hər birində də canlılar müxtəlif mühit amilləri təsir edir. Biz mühit amili deyəndə 2 dənə mühit amili sizə verib. Abiotik mühit amili var, bir də biotik mühit amili var. Abiotik mühit amili deyəndə biz həm də cansız deyirik. Hansı ki, biz bura günəş işığını, temperaturu, havanı, suyu, torpağı aid edəcəyik. Biotik amillər isə canlı amildir. Yəni, burada bitki, heyvan və yaxud da mikroorqanizmlərdir. Yadınızda saxlayın ki, canlıya bu ikisi həm biotik, həm də abiotik amillər, mühit amilləri birgə şəkildə təsir göstərir. Yəni, ayrı-ayrılıqda təsir göstərmir. Birgə şəkildə təsir göstərir. Yəni, bunu yadınızdan çıxartmayın ki, birgə prosesdir. Yenə deyirik, yaşayış məskəni nə oldu? Canlıların yaşadığı mühit oldu. Habitatda adlandıra bilərəm. Hansı ki, yaşayış məskənində canlılara müxtəlif mühit amilləri təsir göstərir. Həmin mühit amilləri abiotik, biotik adlandı. Abiotik, yəni cansızdır. Günəş işığı, temperatur, hava, su, torpaq. Biotik isə canlıdır. Yəni ki, bitki, heyvan və mikroorqanizm. Özünüz də bilirsiniz, mikroorqanizm deyəndə siz bura göbələyi də aid edirsiniz, bakteriyanı da aid edirsiniz. Deməli, biz burada nədən danışırıq? Sizə sual verəcək ki, məsəl üçün, mühit amilləri ayrı-ayrılıqdan mı təsir göstərir canlılara, yaşayış məskənlərində, mühitlərində, yoxsa ki, birgə, yadınızda saxlayırsınız ki, birgə şəkildə təsir göstərir. Gəlirik, indi biz uyğunlaşmalar deyəndə, ümumiyyətlə canlılar mühitə uyğunlaşması var və yaxud da ki, məsələn, canlıların yırtıcılardan qorunması üçün müəyyən uyğunlaşmaları var, çoxalma üçün uyğunlaşmaları var. İndi biz bir-bir bunlara baxacaq. Gəlin, birinci baxaq, mühitə uyğunlaşma nə olan şeydir? Ümumiyyətlə, yadımızda saxlayın, mühitə uyğunlaşma dedikdə hər bir canlının müəyyən ehtiyacları var. Hansı ki, bu ehtiyaclar deyəndə biz qida nəzərdə tuturuq, su, hava və yaxud da yırtıcılardan qorunma və yaxud da ki, çoxalma və yaxud da ki, mühit şəraitinə qarşı davamlı olmaq, yəni dəyişkənliklərlə mübarizə apara bilmə. Bunların hamısından canlı neynir? Canlı müəyyən bir onlardan qorunmaq üçün, onları əldə etmək üçün müəyyən uyğunlaşmalara səbəb qazanırlar daha doğrusu. Deməli, burada sizin üçün yazıb ki, canlılar yaşayış məskənlərində ancaq ehtiyacları ödəndikdə yaşaya bilirlər. Tutaq ki, deyirəm, mən yaşaya bilirəm, necə deyim, hər şəraiti olan bir evdə və mən harasa gedirəmsə,
oranı da o cür istəyirəm, o cür tələb edirəm məsəl üçün də. Yəni mən ona uyğunlaşmışam çünki. Hər bir canlı da öz yaşayış məskənində yaşaya bilməsi üçün hava, qida, su əldə etməlidir. Yaşamaqları üçün yırtıcılardan qorunmalıdır, çoxalmalıdır, təbii ki, sayları artmalıdır və mühit şəraitindəki dəyişkənliklərlə mübarizə apara bilməlidir. Hansı ki, canlılar bu xüsusiyyətləri uyğunlaşmalar nəticəsində qazanır. Hansı bu bizim saydığımız 4 dənə xüsusiyyətləri uyğunlaşmalar nəticəsində qazanır. Hər bir canlının özünə məxsus uyğunlaşmaları var. Uyğunlaşmaların əksəriyyətinin baş verməsi üçün uzun müddət tələb olunur. Yadınızda saxlayın. Uyğunlaşmaların baş verməsi üçün uzun müddət tələb olunur. Uyğunlaşmalar canlıların quruluşu və yaxud da davranışı ilə əlaqədar ola bilər. Baxın, quruluş və yaxud da davranışla əlaqədar ola bilər. Deməli, uşaqlar, uyğunlaşmalar canlıların quruluş və davranış əlaqəlidir dedik və indi baxaq görək, quruluş uyğunlaşması və yaxud da həmçinin davranış uyğunlaşmaları nədir? Quruluş uyğunlaşması deyəndə, yəni canlıların təbii yaşayış mühitində sağ qalmaları üçün bədən hissələrində baş vermiş dəyişkənliklərdir, bədənlərində. Bu heyvanlarda və yaxud da bitkilərdə fərqi yoxdur. Quruluş uyğunlaşmasına aiddir. Yenə deyirəm, nə üçündür? Mühitdə, yaşadıkları mühitdə sağ qalmaları üçün bədən hissələrinin də baş vermiş dəyişkənlikdir. Məsələn, heyvanlarda deyirik ki, heyvanlarda bədən formasının, rənginin, bədən örtüyünün, bitkilərdə tikanların və rəngli çiçəkləri quruluş uyğunlaşmalarına aiddir. Quruluş uyğunlaşması nə oldu? Mühitdə, təbii yaşayış mühitində sağ qalmaqları üçün bədən hissələrində baş vermiş nədir? Dəyişkənlikdir. Məsələn, sizə şəkildə verib, yadınızda saxlayın ki, buradakı verilən kitabda nə qədər nümunə yazılıbsa, nə qədər deməli şəkil verilibsə, hamısını əzbərdən bilmərik. Amma təbii ki, dərk edərik. Delfinin bədən forması görürsünüz. Onun sürətlə üzməsini kömək edir. Axımlı bir forması var ki, suda müqaviməti azaltsın və üzə bilsin rahat şəkildə. Və yaxud da kaktusun su itkisinin azaltmağa kömək edən tikan şəkilli yarpaqları var. Yəni, tikanlar yarpağın şəkil dəyişməsidir və bu niyə tikana çevrilir? Bilirsiniz də, kaktus quraqlıq yerlərdə bitir. Su buxarlanmasının qarşısını almaqdan ötürü yarpaq tikana deməli çevrilir ki, artıq su itkisinin də qarşısını alsın. Sonra gəlirik davranış. Davranış nədir? Yenə canlılar təbii yaşayış mühitində sağ qalmaqları üçün xüsusi davranış formaları var. Məsələn, köç etmək, qış yay yuxusuna getmək, quşların nəğmə oxuması, bunların hamısı davranış uyğunlaşmasıdır. Deməli, arasındakı fərq nə oldu quruluşla uyğunlaşmasından? Eynilik burada oldu ki, quruluş uyğunlaşması da, davranış uyğunlaşması da canlını yaşayış mühitində sağ qalmasına kömək edir. Quruluş uyğunlaşmasının və davranış uyğunlaşmasının fərqli cəhəti oldu ki, quruluş uyğunlaşması bədən hissələrində baş verən dəyişkənlikdir. Davranış da adı üstündə davranışları ilə bağlı. Xüsusi davranışlar əldə edir. Məsələn, köç etməkdir, qış yay yuxusuna getməkdir və yaxud da ki, deməli, quşların nəğmə oxumasıdır. Bax, bunlar hamısı davranış deməli uyğunlaşmalardır. Və yaxud da ki, testdə də var idi, yadınızdadır, deyir ki, canavar ov etmək üçün sürü halında gedir. Bunun hər biri davranış uyğunlaşmasıdır. İndi baxıram, məsələn, burada sizdə verib, şəkildə yazıb ki, surikatlar digər surikatları yırtıcılardan xəbərdar etmək üçün daim müşahidə edir. Yəni, qoruyucudur. Baxırlar ki, görək birdən hansısa bir yırtıcı gələ bilər. Ona görə bu davranışdır. Və yaxud da pinqvinlər isinmək üçün bir yerə toplaşırlar. Bu da bir davranışdır. Hamısının, yəni, özlərini qorumaqdan ötürü müəyyən bir uyğunlaşmaları var. Və yaxud da burada sizə köçən quş qatarını göstərir. Niyə bu V şəklindədir? Ona görə V şəklindədir ki, havanın müqavimətini azaldaraq öz enerji itkilərinin artıq enerji itkisinin qarşısını alır. Ona görə də bunlar V şəklində, hansı ki, təyyarələrin ki, uc hissəsi necə ki, bu şəkildədir, iti şəkildədir, havanı yarmaqdan ötürü. Quşlar da V şəklində düzülürlər uçan zaman, köçən zaman və bu, yəni, məqsəd artıq enerji itkisinin qarşısını almaq və tez yorulmamaqdır. Bu da bir davranışdır. Baxın, davranış üçün davranış uyğunlaşmasıdır. Sonra gəlirik nəyə?
Sonra gəlirik hərəkət etmək üçün deməli uyğunlaşma. Uşaqlar, hərəkət etmək üçün hər bir canlı müxtəlif mühitlərdə yaşadığına görə hər birinin də hərəkət etməsi üçün müəyyən bir uyğunlaşmaları var. Məsələn, quruda, bax burada sizə şəkillər veribdir. Quruda yaşayan heyvanların bədən hissələri yaşadıkları mühitdən asılı olaraq dəyişir. Hərəkət etmələri üçün uyğunlaşır. Məsələn, ayaqları və yaxud da digər bədən üzvlərinin köməyi ilə heyvanlar gəzir, qaçır, tullanır. Məsələn, kenqurular nə edir? Kenqurular tullanaraq hərəkət etdiyinə görə onların arxa ayaqlarının əzələləri daha möhkəmdir. Güclü əzələlərə malikdirlər. Və yaxud da hepardın əzələli ayaqları onun sürətli qaçmasına kömək edir. Və yaxud da ki, kenquruda olan quyruq uzundur və güclüdür, onun bədəninin taraz olmasını təmin edir, tarazlığı təmin edir. Və yaxud da hepardın da quyruğu qaçanda, yəni onun tarazlığını saxlamağa kömək edir. Bax, bunun hər biri onun üçün, qaçmağı üçün bir uyğunlaşmasıdır, hərəkət etməsi üçün. Və yaxud da ilanlar. Bilirsiniz ki, ilanın gövdəsinin alt hissəsi tərəfindən xüsusi pulcuqlarla örtülür ki, o səthlərə, yəni yapışmasın və irəliləməsinə kömək etsin. Xüsusi pulcuqlar olur ilanın qarın hissəsində, qarın nahiyəsində, alt hissəsində. Deməli, bunun hər biri onların hərəkəti üçün uyğunlaşmadır. Yəni, məqsəd nədir? Onlar daha rahat hərəkət etsin deyə. Və yaxud da su mühitinə gələk. Su mühitində yaşayan canlıların bədənləri yanlardan basıq şəkildə olur, axıcı uzunsov bədənləri olur. Buna səbəb nədir uşaqlar? Buna səbəb suyun müqavimətini azaltmaqdır və suda daha sürətli hərəkətini təmin etməkdir. Axıcı, uzunsov bədənə malik olmaq. Burada yazıb sizin üçün, baxın. Axıcı, uzunsov bədənə malik olmaq nə üçündür? Suyun müqavimətini azaltmaqdan ötürüdür. İndi bu formada, yəni bədənin orta hissəsinin geniş, başla quyruq hissəsi isə dardır və yan tərəflərdən də basıq olur. Bir çox su heyvanlarında xarici bədən hissələri mühitə uyğunlaşdığını, xüsusilə də onlar üçün üzmə pərdəsi, üzgəclər, kürə şəkilli ətraflar müşahidə olunur ki, suyun altında daha sürətli neynəsin, hərəkət eləsin. Baxın, burada sizə verib balıqları, akulanı da verib, xanı balığını da verib. Burada sizin üçün nə veribdir? Burada deyir ki, quyruq hissəsi və baş hissəsi dardır, amma orta hissələri genişdir. Görürsünüzmü? Və yaxud da deyir ki, burada pingvin, ördək, qurbağa, bunların ayaq barmaqlarının arasında üzmə pərdəsidir. Üzmə pərdəsi nə üçündür? Suda daha rahat üssün deyə. Və yaxud da balıqlarda və delfinlərdə üzgəclər var. Əksər balıqların üzgəclərini istifadə edərək həm hərəkət edir, həm də bədəninin tarazlığına saxlayır. Tısbağalarda, morjlarda kürək şəkilli ətraf olur və balinaların isə güclü quyruqları olur. Yəni, balina quyruğunun hesabına daha sürətli hərəkət edir. Bunun hər biri su mühitində yaşayış üçün, daha doğrusu hərəkət üçün heyvanlarda baş verən dəyişkənliklərdir. Bax, bu iki heyvanların adlarını verib sizə burada. Pingvin, ördək, qurbağa, delfin, balina, morj, yəni bunun hər biri testdə görə bilərsiniz. Və yaxud da ki, uçan hava şəraitində, belə deyək də, hava mühitində. Yarasalar uçan canlıdır, bilirsiniz. Yarasa uçan məməlidir. Quşlarda, həşəratlarda, bunlarda da müəyyən deməli hərəkət üçün uyğunlaşmalar var. Uçan heyvanların güclü qanatları olur. Həşəratlar və yarasaların bədənləri kiçik və yüngül olduğu üçün onlar asanlıq uça bilirlər. Quşlarda isə qanatlarda xüsusi uyğunlaşmalar olur. Yəni, uçan quşlar, güclü bədən əzələləri onların qanat çalmalarını təmin edir. Əsasda döş əzələsi deyirik. Baxırsınız, baxaq görək quşda, qanatda hansı dəyişkənliklər var da, yəni onların uçması üçün hansı uyğunlaşmalar var. Bax, qanatlar yazıb ki, əksər quşlarda ön ətraflarında uçmağa kömək edən güclü qanatlara çevrilmişdir ətrafları. İçi boş sümüklər var. İçi boş sümüklər quşu daha yüngül edir ki, daha sürətli uçsun, uçmağı asanlaşdırsın. Axıcı bədən forması var. Axıcı bədən forması nədir? Havanı yarmaqdan ötürüdür. Havada olan müqaviməti azaltmaqdan ötürüdür. Sürətli daha da hərəkət eləsin.
Lələklər. Lələklər həm onların bədənlərini isti saxlayır, həm onları uçmağa kömək edir. Görürsüz, bir dənə quşda hərəkət üçün neçə dənə uyğunlaşma var. Yenə deməli uşaqlar, yenə deyirəm, quşlarda uçmaqla əlaqədar sizə desə ki, yəni hərəkətlə əlaqədar hansı dəyişkənlik var? Dediniz ki, deməli içi boş sümükdür, sonra lələklərdir, axıcı bədən formasıdır. Yəni bu və qanatlar da təbii ki, ön ətrafın şəkil dəyişməsidir və burada əzələlər var ki, döş əzələsi var ki, onlar qanadı yəni endirib qaldırmağa kömək edir. Yarasaya baxırıq. Yarasada güclü qanadların köməyi ilə uça bilən yeganə məməli də deyil. Sadəcə yarasanın bədəni yüngüldür, daha rahat hərəkət edir. Yəni bunun üçün boş sümük falan lazım, ehtiyac deyil. Və yaxud da kəpənək yüngül bədəni onun uçmasına kömək edir. Görürsüz, bunların hər biri onun hərəkət uyğunlaşmasıdır. Baxırsınız burada. Öyrəndiklərinizi tətbiq edin hissəsində quşların ayaqları verilib sizə. Məsələn, qaz ayağını verib sizə, qara toyuğun ayağı verilib, qurbağanın ayağı verib, dəli ayağı verilib və deyir ki, hər bir ayağın quruluşu ilə yaşayış mühit arasındakı əlaqəni necə izah eləmək olar. Dələ bilirsiniz də ağaclara dırmaşır. Ona görə burada bir caynaqlar görürəm ki, çıxsın. Qurbağa suda hərəkət edir, ona görə və qaz da suda hərəkət edir deyə onların barmaqları arasında nə var? Pərdələr var. Qara toyuq da ki, torpaqda da hərəkət edir. Yəni bunun hər biri belə deyək də yaşadığı mühitdə hərəkətinə istiqamətlənmiş olan dəyişkənliklərdir. İndi gəlirik tənəffüs uyğunlaşmasına. Bilirsiniz ki, hər bir canlı yaşadığı mühiti uyğunlaşaraq orada tənəffüs edir təbii ki. Məsələn, balıqlar suyun altında tənəffüs edir. Nə bilim, tutaq ki, bir bəbir təbii ki, atmosfer oksigenindən istifadə edir. Məsələn, suda yaşayan canlıların əksəriyyəti, baxın, əksəriyyəti deyirəm, hamısı demirəm. Əksəriyyəti suda həll olmuş oksigen vasitəsilə tənəffüs edir. Mən niyə hamısı demədim? Çünki suyun altında yaşayan məməlilər var ki, məsələn, balina, delfin, bunlar atmosfer havası ilə tənəffüs edir. Çünki məməlidir. Suda həll olmuş oksigenlə tənəffüs etmir. Yaxşımı? Ona görə mən hamısı söhbətini bura aid edə bilmərəm. İndi baxaq görək hansı uyğunlaşmalar var. Əksər canlılar dedik ki, oksigen ehtiyacı var. Quru heyvanlar, burada da sizin üçün yazıb, atmosfer havasındakı oksigenlə tənəffüs edir. Su heyvanları suda həll olmuş oksigen və yaxud da suyun səthindəki atmosfer havası ilə yaşayırlar, tənəffüs edirlər. Su mühitində yaşayan bəzi heyvanlar nəmdəri vasitəsilə tənəffüs edir. Hansı ki, demişdik, yadınızdadırsa. Yetkin qurbağa dedik ki, suyun altında olanda yalnız dəri vasitəsilə tənəffüs edirdi. Yəni ki, burada ağciyərin heç bir rolu yox idi. Yadımıza gəlin salaq, yetkin bir qurbağada həm ağciyər tənəffüsünü mən görürdüm, həm də ki, nəmdərini görürdüm. Hansı ki, nəmdəri suda olanda fəaliyyətə daxil olurdu. Ağciyər isə təbii ki, atmosferdə quruda olanda və ağciyər suyun altında, yəni tənəffüsdə iştirak etmirdi. Sonra gəlirik balıq və yengəc kimi su heyvanlarında. Bunlarda qəlsəmələr var. Hansı ki, qəlsəmə çoxlu miqdarda kapilyarlarla zənginlidir. Suda həll olmuş oksigen bu qəlsəmələrdən qana keçir və qandan da karbon qazı qəlsəmələrə, yəni suya verilirdi. Bu qəlsəmə deməli qurbağanın süfrəsində, yəni kömçək quyruqda da var, yadınızda saxlayın. Və yaxud da ki, iynəcənin süfrəsində də var qəlsəmə. Baxın, bu testə düşə bilər. Deyər qəlsəmə. Qəlsəmə deyər, qəlsəmə deyəndə sən balıq da götürürsən. Qəlsəmə deyəndə sən kömçək quyruqda götürürsən. Qurbağanın süfrəsidir. Qəlsəmə deyəndə, məsələn, burada yazıbdır, iynəcənin süfrəsində götürürsən. Və təbii ki, yengəcdir, nə bilim, xərçəngdir, bax, bunları da götürürsən. Yəni, bu, ümumiyyətlə çalışın ki, bu bölmədə sizə nə şəkil veribsə, nə yazıbsa, nə nümunə veribsə, onları yadda saxlayasınız. Baxın, görün sizə nə yazıb burada. Yazıb ki, ağciyər balığı Afrikanın palçıqlı çaylarında rast gələn qeyri-adi balıqdır. Hər hansı digər balıq kimi suda nəfəs almaq üçün qəlsəmələrdən istifadə edir. Bununla birlikdə də hava ilə nəfəs almaq üçün bir cüt ağciyər var. Yəni ki, bu balıq ağciyər balığıdır
Bu balıq quruda da tənəffüs edir. Yəni quruya da çıxanda ağciyər vasitəsilə tənəffüs edir, ölmür. Gəlirik bura. Su iti, balina, delfin kimi su məmələrinə. Baxın, su iti, balina, delfin kimi su məmələri suda yaşasa da ağciyər vasitəsilə havadakı oksigenlə tənəffüs edir. Bu heyvanların ağızlarının bir qədər yuxarısında burun dəlikləri olur və yaxud da başlarının üst hissəsində tənəffüs dəlikləri olur və bədənlərinin böyük hissəsi su altında olduqda belə suyun səthində olan atmosferdən, yəni burun və yaxud da tənəffüs dəlikləri vasitəsilə atmosferdən oksigeni qəbul edə bilir. Suyun altında olduqları zamanda suyun daxil olmasının qarşısını almaqdan ötürü xüsusi əzələlər var ki, onlar burun və yaxud da tənəffüs dəliklərini bağlayır. Baxırsınız buna, lamantini sizə göstərir. Buradakı burun dəliklərini sizə göstərir. Delfini göstərir, tənəffüs dəliyini göstərir. Bax, bunlar yadınızda saxlayırsınız. Gəlirik bura. Heyvanların sağ qalması üçün. Baxın, biz dedik ki, canlılar tənəffüs etməsi üçün uyğunlaşmalar oldu. Məsələn, su mühitində yaşayan heyvanların müəyyən uyğunlaşmalarını saydıq. Nə saydıq? Dedik ki, su mühitində məsələn nəndəri uyğunlaşması var və yaxud da qəlsəmə uyğunlaşması oldu, quruda ağciyər uyğunlaşması oldu və s. və ilaxır. Bunları bildik. Gəlir indi sağ qalmaq üçün hansı uyğunlaşmalar var? Ümumiyyətlə, birinci gəlin baxırıq ki, qida əldə etmək üçün hansı uyğunlaşmalar var? Çünki hər bir canlı müxtəlif qidalarla qidalanır və hər biri ilə də qidalanmaq üçün uyğunlaşmalar olur. Deməli, heyvanlar sağ qalmaqdan ötürü qidalanmalıdır və balaları yemləməlidir. Çünki qida olmasa sağ qala bilməzlər. Bir də deyirəm, heyvanlar sağ qalmaq üçün özləri də qidalanmalıdır və balalarını da yemləməyə bilməlidirlər. Ov qaçarkən və ya gizləndikdə onu ovlamaq yırtıcı üçün çətin ola bilər. Məsələn, pələng və şir verib sizə. Pələnglə şir kimi yırtıcılarda ovlarını tutmaq üçün güclü çənələri və pəncələri var. Ovların ətini qoparmaq üçün yırtıcı iti dişləri də olur. Bu, bunun uyğunlaşmasıdır. Yəni, pələngdə güclü çənə iti diş, həmçində nə oldu? Pəncələri, güclü pəncələri oldu. Qartal kimi güclü yırtıcılarda güclü caynaqların olması onların uçarkən ovlarını tutmasına kömək edir. Güclü caynaqları var. Bəzi yırtıcılar, məsələn, qurbağa və buqalamunlar kiçik həşəratları tutmaq üçün uzun yapışqan dildən istifadə edir. Burada sizə buqalamunu göstəribdir. Bir çox yırtıcılar ovlarını izləməyə kömək edən güclü qoxu, eşitmə və görmə hissləri var. Qartallarda iti görmə qabiliyyəti var. Yarasalarda eşitmə qabiliyyəti var, hansı ki, səs lokasiyasından da istifadə edirdi. Qütb ayısında da qoxu hissiyatı yaxşı inkişaf edib. Bunlar qidalarını tapmaqdan ötürü istifadə olunur. Qidalanmalarına görə olan uyğunlaşmalardır. Hamısını bir-bir yadınızda saxlayırsınız. Və yaxud da hörümçəklər kimi bəzi yırtıcılar ovlarını tutmaqdan ötürü qurduqları torlardan və yaxud da tələlərdən təbii ki, istifadə edir, bilirsiniz. İlanların əksəriyyəti, əqrəblər, arılar ovlarını öldürməkdən ötürü zəhərdən istifadə edir. Baxın, zəhərdən istifadə edir. Bu da yəni nədir? Qidalanmaq üçün olan uyğunlaşmalardır. Artıq bədəni və güclü ayaqları olan gepard, görürsünüz. Bəzi yırtıcıları gepard kimi bəzi yırtıcılar ovlarını tutmaq üçün çox sürətlə qaça bilir. Qartallar isə yüksək sürətlə ovların üzərinə şığıya bilirlər. Və dediyimiz kimi qartalda, yəni bu uyğunlaşmalarda həm geparddakı olan, həm qartalda olan uyğunlaşmalar deməli nə oldu? Onların qidalanması üçün olan uyğunlaşmalardır. Gəlirik bu birisi tərəfə. Canavarlar və qarışqalar sürü halında ov edirlər. Bu, onlarda böyük və güclü olan canlıları ovlamağa imkan verir. Bitki yeyən canlılar qidalanması iləri qədər bir çox uyğunlaşmalara malikdir deyir. Məsələn, zürafənin dili hündür akasiya ağacının yarpaqlarını tutmaq üçün uyğunlaşmışdılar. Kolibri quşunun çiçəklərindən nektar sonra bilmək üçün uzun nazik dimdiyi var. Bax, bunun hamısı nə oldu? Bunun hamısı qidalanmaqdır. Məsələn, tutaq ki, bu kolibri quşu bu nektarı sormaq üçün qısa bir dimdiyi olsaydı sonra bilməzdi. Düzdürmü? Gərəkdir ki, ucu iynə kimi olan bir dimdiyi olsun ki, onun nektarını sonra bilsin. Və yaxud da zürafədə ağacdan yarpağı qopartmaq üçün dilin vasitəsi ilə istifadə
edir deyirsiniz. Yırtıcılardan qorunmaq üçün. Yırtıcılardan qorunmaq üçün uşaqlar gizlənməkləri üçün də belə deyək, müəyyən uyğunlaşmalar var təbii ki. Ümumiyyətlə yırtıcılar tərəfindən ovlanan heyvanlar sağ qalmaq üçün daha doğrusu özlərini qoruya bilməlidirlər. Məsələn, bəzi uyğunlaşmalar var ki, çox yavaş hərəkət edən heyvanlara təhlükədən qorunmaq imkanı verir. Məsələn, tutaq ki, tısbağalar, ilbizlər, xərçənglər, bunlar xarici bədən örtüyü, xarici skeleti sərtdir və asanlıqla qırılmır. Baxın, tısbağa, ilbiz, xərçəng. Bunların bədən örtüyü, yəni xarici skeletləri sərt olduğuna görə asanlıqla qırılmır. Bu, onları yırtıcılardan qoruyur. Və yaxud da kirpidir, yexidnadır, tikan balıqdır. Bunların bədənləri tikandan örtülür deyə yırtıcılardan qorunurlar. Yəni, yeyə bilmirlər də, belə deyək. Və yaxud da zəhərli ağac qurbağası kimi heyvanlarda bədəni parlaq rəngli olur. Digər canlıları zəhərli olduqları barədə xəbərdar edir. Bu bir xəbərdar edici rəngdir. Deyir ki, mən qorxuluyam. Baxın, deyir, mən qorxuluyam. Ümumiyyətlə, sarı və qırmızı xəbərdar edici rəngdir. Canlının bədənində varsa, yəni qarşı tərəfdəki canlıya deyir ki, mən qorxuluyam, mən təhlükəliyəm. Ona görə də zəhərli ağac qurbağasında sarı rəngdədir və belə deyək, o qarşıdakı olan yırtıcını qorxudur. Və yaxud da ki, bəzi heyvanlar yırtıcılar tərəfindən asanlıqla görünmürlər. Ümumiyyətlə, yadınıza saxlayın. Bir var maskalanma, bir də var mimikri. Əgər ki, canlı özünü cansıza oxşadırsa, bir yarpağa, bir budağa, bir daşa oxşadırsa, bu maskalanmadır. Bunun üçün nümunə sizə yazıb. Çubuq böcəyi, yarpaq həşəratı, güvə, büqəlamun. Bax, bunlar maskalanır. Canlılarda bədəndə rəng və forması mühit rənginə və formasına oxşadır. Cansıza. Məsələn, bax, yarpaq böcəyi sizə veribdir. Görürsünüz? Yarpaq böcəyi öz formasından və rəngindən istifadə edərək yaşadığı mühitə uyğunlaşır. Yarpağa oxşur. Bir yırtıcı bunu asanlıqla görə bilməz. Toz ağacı qarşıcası kəpənəyi özünü ağacın gövdəsinə bənzədir rənginə və onu ağacın gövdəsinə seçmək olmur. Görürsünüz? Bunun hər biri maskalanmadır. Ancaq bəzi heyvanlar özünü daha güclü heyvana oxşadır. Məsələn, onun səsini çıxardır, onun kimi özünü göstərir, onun kimi hərəkət edir. Bu mimikriyadır. Mimikriya. Yəni, bəzi heyvanlar başqa bir canlı kimi görünmək, səs çıxartmaq, qorxmaq və yaxud da ki, hərəkət etməklə özlərini yırtıcılardan qoruyur. Bu mimikriyadır. Məsələn, sirfit milçəyi bal arısına bənzəyir. Baxın, sirfit milçəyidir, özünü bal arısına bənzədir. Quşlar sancılmaqdan qorxduqları üçün bal arılarından qaçırlar. Nəticədə quşlar bu milçəyi də yeməkdən çəkinir və yaxud da ki, nə deyə bilərsiniz? Məsələn, yandırıcı cidiskan var, bir də ki, sadə cidiskan var. Sadə cidiskan özünü yandırıcıya bənzədə bilir. Yəni, bunun hamısı bir mimikriyaya aiddir. Və yaxud da zəhərsiz ilan özünü zəhərli ilana bənzədir. Bu da bir mimikriyaya aiddir. Bəzi heyvanlar özlərini olduğundan daha böyük, daha təhlükəli kimi göstərir ki, bunu da yırtıcılardan qoruyur. Məsələn, burada görürsünüz sizə kərtənkələ, bir şirin kərtənkələ göstərir. Plaşlı kərtənkələ deyirlər buna. Plaşlı kərtənkələ daha böyük görünməyə çalışdıqda onun çənəsinin altındakı dəri qabarır və bədənindəki çıxıntılar aydın nəzərə çarpır və çarpdığına görə qarşıdakı ondan qorxur. Amma əslində təhlükəli deyil. Baxırsınız buna. Deməli, burada da yazıb ki, heyvanlar özlərini necə müdafiə etdikləri və ya digər heyvanların qidası olmaqda qarşı təsvir edilib. Bu uyğunlaşmalar mimikriya vaxtı maskalanma olduğunu müəyyənləşdirir. Hansıdır? Siz indi mənə deyərsiniz dərsdən sonra. Yaxşımı ki, hansı mimikriyadır, hansı maskalanmadır. Bax, burada özünüz fikirləşin, sonra mənlə belə deyək də, mənim dediklərimlə görün, uyğunlaşır sizin fikirləriniz yoxsa yox. Bu ikisi, bu və bu, yəni belə deyək, mimikriyadır, görürsünüzmü? Amma bunlar maskalanmadır. Maskalanma. Özlərini cansız oxşadır, seçilmir. Sonra gəlir çoxalmaq üçün uyğunlaşma. Heyvanlarda çoxalmaq üçün uyğunlaşma deyəndə, yəni heyvanlar nəsil vermə qabiliyyəti var, bilirsiniz də, yəni nəsillərini davam etdirməlidirlər.
Ona görə də müəyyən uyğunlaşmalar var. Çoxalmaq üçün erkək və dişi fərdlər cütləşməlidir. Fərdlərin çoxalma şansları daha, yəni diqqət çəkən fərdlərin çoxalma şansları daha yüksək olduğu üçün adətən cəlbedici bədən örtükləri olur. Məsələn, əksər quşların erkək fərdlərinin daha rəngarəng lələk örtüyü olur. Parlaq rəngli erkək fərdlər dişilərin diqqətini daha çox çəkir. Bax, bu onun çoxalmaq üçün olan uyğunlaşmasıdır. Məsələn, xoruzun bədən rənginə baxın, toyuğun bədən rənginə baxın. Xoruzda daha əlavə, daha belə cəlb edicidir, amma toyuqda yox. Dişini diqqətini cəlb eləməkdən ötürüdür. Daha rənglidir. Və yaxud da erkək tovuz quşu dişiləri cəlb etmək üçün quyruğunu açır. Lələkləri göstərir. Dişi yazıqdır, bu yoxdur. Amma erkəkdə var. Yəni erkəyi dişini cəlb etməkdən ötürü o quyruğunu açır. Digər canlılarda çoxalmaq üçün müxtəlif uyğunlaşmalar yaranıb. Məsələn, Işıldaq böcək var. Işıldaq böcək kimi qaranlıqda yaşayan bəzi heyvanlar dişilərinin bədən hissələri qaranlıqda parıldayır və erkəkləri cəlb edir. Burada sual sizə necə düşə bilər? Məsələn, deyə bilər ki, tutaq ki, işıldaq böcəkdə çoxalmaya görə uyğunlaşma hansı fərddədir? Deyəcəksən, dişidədir. Dişinin bədəni parıldayır və erkəyi özündə cəlb edir. Və yaxud da toyuqlarda məsələn, yəni və yaxud da tovuz quşunda. Tovuz quşunda erkək fərddə idi dəyişkənlik çoxalmaya görə və o dişini özünə cəlb edirdi. Başa düşdünüz? Yəni bu tipli suallar verə bilərdi. Bəzi heyvanlar dişiləri isə cütləşmə zamanı ətrafa xüsusi qoxu yayırlar və bu qoxu hesabına tapır. Məsələn, erkək kəpənək dişlərinin ətrafa yaydığı qoxunu bir neçə kilometr uzaqdan hiss edə bilirlər, gəlirlər, tapırlar və mayalanma prosesi baş verir. Deməli, burada uyğunlaşma hansında da dişidədir. Dişi xüsusi bir qoxu yayır və erkək gəlib onu tapır. Sonra bitkiləri hələ saxlayıram. Bitkiləri ikinci part deyək ki, paylaşacağım sizin üçün izahını. Birinci bu partı öyrənmək lazımdır. Və buradakı suallarda uşaqlar oxuduqca eləyin ki, həm də mövzu sizin üçün deməli tam beyninizdə otursun. Hələlik.